Ən yaxşı şagirdlər niyə bəzən uğursuz olurlar? Çünki ən yaxşı şagirdlər bəzən ən böyük səhv eləyirlər. Ümumiyyətlə həyatda belə bir şey var da, bir şey çox yaxşıdırsa, onun əks tərəfi də çox pis olur. Çox adam düşünür ki, çox oxuyan şagird, çalışqan və məsuliyyətli şagird bərabərdir, həmişə uğurlu olacaq. Amma reallıq başqadır. Mən çox şagird görmüşəm ki, dərslərdə mükəmməl olurlar, amma imtahanda nəticələri o nisbətdə olmur. Daha az nəticə toplaya bilirlər. Yəni biliklərində bir problem yoxdur. Problem onların düşüncə sistemindədir. Burada 3 əsas səbəb var. Bir, perfeksionizm, yəni mükəmməlliyətçilik. Ya ən yaxşısı olsun, ya da heç nə olmaz. Bu, vaxt itkisi və təşviş yaradır. 2, gözlənti təzyiqi. Yəni mən həmişə yüksək yazmışam, bundan sonra da hər zaman yüksək yazmalıyam. Özünün özünə elədiyi təzyiq, hələ ətrafdakı insanların elədiyi təzyiqi demirəm. Bu da yenə şagirddə stres yaradır və səhvləri artır. Üçüncü isə elastik düşünməmək. Yəni bəzən görürsən ki, nəticələri yaxşı olan şagirdlər belə əzbərçi ola bilirlər və yaxud da ki, bir çox mövzunu sadəcə əzbər yadda saxlaya bilirlər, əzbərləyə bilirlər. Nəticələri yüksək olsa da. Amma fərqli bir tip sualla qarşılaşanda, sınaqlarda qarşına çıxmayan, işlədiyi kitablarda qarşına çıxmayan, məntiqi analiz, məntiqi mühakimə tələb edən suallarla qarşılaşdıqda orada ilişir qalır. Yəni əsas məsələ analiz bacarığını inkişaf elətdirmək, səbəb-nəticə əlaqəsini qura bilmək, məntiqi mühakiməni öyrənmək, məntiqi əlaqəni qurma bacarığının formalaşdırılması və inkişaf elətdirilməsidir. Ən maraqlı isə burada. Orta səviyyəli şagird daha rahat olur, daha az qorxur və risk eləyir. Nəticədə də bəzən daha yaxşı yaza bilir. Yəni əminəm bir çoxunuz görmüsünüz. Perfeksionist olmayan şagirdlər perfeksionist olan yoldaşlarından, yəni sinif yoldaşlarından daha zəif potensiallı ola bilirlər. Hətta daha az çalışqan və daha az məsuliyyətli də ola bilirlər. Amma bəzən imtahanlarda onlardan daha yüksək bal yığa bilirlər. Əgər kifayət qədər potensiallı, bacarıqlı şagirdsənsə, analiz qabiliyyətin varsa, məntiqi mühakimə edə bilirsənsə, mükəmməl olmağa çalışma, sürətli və çevik ol, səhvdən qorxma. Çünki imtahan bilik yox, idarəetmə oyunudur. Vaxtın doğru idarə olunması, stresin, həyəcanın, təşvişin doğru idarə olunmasıdır.